değiştirilip başka bir halete düşermiş. Bu halette olduğunda onun simasından nuraniyet leme edermiş ve müqəddəs bir heyrətlə nəzərə gələrmiş. Belə ki, kənardan onun bu haləti əsibəsinə mütəvəccih olanları heyrət və əndişəyə salarmış. Bilirsiniz, belə aydın olur ki, bunun çox maraqlı, sərgüzəştli, macəralarla dolu həyatı olub və belə bir həyat yaşadığı üçün həm də bu həyat əfsanələşib. Çünki o şeylər ki, danışırlar, indi onların bəzisi kəramətdir, olub, bəzisi olmayıb, amma xalq təfəkküründə bu bir əfsanə kimi yaşayır filan da. Yəni, bu çox maraqlı bir mövzudur. Amma mən istəyirəm, həyatı haqqında mən də şəxsən sizdən çox maraqlı məlumatlar aldım. Elə bilirəm ki, tamaşaçılar üçün də bu maraqlılar. Amma mən istərdim, Nəzakət xanım, siz bu kitabı ki, çap eləmişsiniz, onun